xəbər saytları yazır. Təcili benzin və dizelin qiyməti qalxdı. 92,5, dizel isə 10 qəpik bahalaşdı. Və görünür dizelin bahalaşması, düşünürəm ki, əsas da kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olacaq. Xəbərlərə başlayırıq, dostlar. Bir də günün bir mövzusu. Röya bugün Xətai rayon icra hakimiyyətinə gəlibdir və onu təntənəli surətdə qarşılayıblar. Hətta icra başçısını tənqid edənlər var. Demək, keçmiş deputat tənqid edir. Deyir ki, mən elə bildim ki, gələn Ajda Pekkandır. O Türkiyəli müğənni nədir, dostlar? Beləliklə, əziz dostlar, dəyərli tamaşaçılar, xəbərlərimiz çoxdur. Ramiz Mehdiyev demək, yenidən dindirilmək üçün DTX-ya çağırılıbdır. Niyə çağırılıb? Abbas Abbasov mövzusu var. Və indi Ramiz Mehdiyev ilə bağlı mövzudan sonra, əziz dostlar, icra hakiminin, Nəsimi rayon icra hakimiyyətinin başçısının işdən niyə çıxarılması ilə bağlı xəbəri təqdim edəcək. Kanalda olanda bəyənin, paylaşın və rəy və təkliflərinizi də yazın, əziz dostlar. Rəy və təkliflərinizi də yazın. Əziz dostlar, dəyərli tamaşaçılar, bilmirəm, benzinin bahalaşmasından başlayayım, yoxsa Ramiz Mehdiyevin DTX-ya çağırılmasından, hansından başlayıq? Elə Ramiz Mehdiyevdən başlayaq, dostlar. Ramiz Mehdiyev yenidən dindirildi. Əli Kərimli və Abbas Abbasovla bağlı. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Günün Səsi İnfonun əldə etdiyi məlumata görə müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evdə dindiriblər. Buna səbəb isə onun səhhətindəki problemlər olub. Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və Baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verib. Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırma maddələri ilə ittiham olunub. Onun barəsində Sabah rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Əziz dostlar, Günün Səsi Info saytının xəbərində deyilir ki, Dövlət Təhlükəsizlik Xidmətinin yəqin ki, müstəntiqləri olar. Ramiz Mehdiyevin evinə özləri gediblər. Səbəb də o göstərilir ki, səhhətində olan problemlə bağlı məcbur olub özləri gediblər. İndi dostlar, səbəb də Abbas Abbasovla bağlıdır. Yəni, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və Baş nazirin sabiq müavini, birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verir. Hər halda dostlar, sualların motivini biz bilmərik. İstintaq sirri deyilən bir anlayış var. Və hər kəsi də düşündürən bir sual var. Abbas Abbasovu Rusiya Azərbaycana təhvil verəcəkmi? Onu da xatırladım ki, bir neçə gün bundan əvvəl Türkiyədə istirahətdə olan və övladlarının yanında olan
Abbas Abbasov təcili olaraq Türkiyəni tərk edib və Moskvaya üstü. Hal-hazırda Rusiyadadır dostlar, Moskvada. Və bu iş üzrə də dostlar təqsirləndirilən, axtarışa verilən Gültəkin Hacıbəyli ilə də bağlı məlumatınız var. Hal-hazırda Türkiyədə təcridxanadadır və Azərbaycana göndərməyə hazırlaşılır. İndi məhkəmənin də qərarı var. 5 il müddətinə Gültəkin Hacıbəyli deport olunubdur Türkiyədən. 5 il müddətinə ora qayıda bilməz. Və yeni bir məhkəməyə veribdir Gültəkin Hacıbəyli. O məhkəmədə qərarı qüvvədə saxlayıb ki, Gültəkin Hacıbəyli verilməlidir. İndi əziz dostlar, çox güman ki, növbəti dindirilmələrdən biri də Gültəkin Hacıbəyli ilə bağlı ola bilər. İndiki xəbərimiz Ramiz Mehdiyevin DTK-ya çağırılması bilavasitə Əli Kərimli və Abbas Abbasov bağlı dindirilməsi oldu. Əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın və yanacaq qiyməti qalxıb. Onunla bağlı danışacağım dostlar. Yanacağın qiyməti və əziz dostlar, bir xəbər də gəldi. Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq sabit tarif 1 manat olacaq. Bu nə ilə bağlıdır? Hörmətli rejissorumuz elə xəbər kimi təqdim edərik. Bu benzin 5 qəpik, dizel 10 qəpik qalxdı. Əvvəlcə hörmətli rejissorumuz o 1 manat mövzu, eyb yoxdur, xəbər benzinlə bağlı təqdim edərik dostlar. Benzinin qiyməti qalxdı. Nə qədər oldu dostlar? A92 5 qəpik benzin. Dizel isə 10 qəpik qalxdı. Mətbuatın da yazdığı xəbərlər var. Bəziləri yazır ki, tariflər müəyyənləşdirilib. Müəyyənləşdirilməyib, qiymət qalxdı da, bunu açıq-açığına yazmaq lazım. 92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib. Son illərdə iri şəhərlərin artan əhalisi və şəhər ətrafı ərazilərdə məskunlaşanların çoxalması, nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çarxışların ortaya çıxmasına səbəb olmuşdur. Axaraz xəbər verir. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının dayanıqlığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədi ilə 2025-ci ilin sentyabr ayında müvafiq fərmanla İctimai Nəqliyyat Məqsədli Büdcə Fondu yaradılıb. Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi avtomobil benzininin, dizelinin və maye qazının hər litrinə görə yol vergisinin fonda köçürülən hissəsi müəyyən edilib. Qanunvericiliyə edilən dəyişikliyə əsasən yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib. Bununla bağlı Tarif Şurasının müvafiq qərarı ilə 92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib. Yanacaq tariflərinin müəyyən hissəsi ictimai nəqliyyat məqsədi ilə
büdcə fonduna yönəldilmədikdə əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə almaqla, yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlığının və əlçatanlığının artırılması məqsədi üçün istifadə olunacaqdır. Tarif dəyişikliyindən sonra 92 markalı avtomobil benzinin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Qərarlarla Tarif Şurasının rəsmi saytının Şuranın qərarları bölməsində tanış olmaq olar. Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir. İndi, əziz dostlar, bu xəbər, bunu bir cümlə ilə də demək olar ki, 92 markalı benzin qalxdı 5 qəpik, dizel 10 qəpik qalxdı. İndi Avropa ilə həmişə deyirəm ki, müqayisə etməyin də. Yəni, Avropanın, əziz dostlar, dizelin qiyməti qalxdı, yəni şübhəniz olmasın ki, bütün kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq. Və burada yəni, izah verirlər ki, iri şəhərlərin artan əhalisi və şəhər ətrafı ərazilərdə məskunlaşanların çoxalması. Yəni, səbəb bunu göstərilir. Onda belə çıxır ki, onu Bakıda eləyin, Bakıda qiyməti qaldırın, onda Gədəbəydə elə qiymət, Gədəbəydə çünki əhali yoxdur. Bu səbəb düzgün göstərilmir. Bilirsiniz, qiymət qalxmaq insanlara bir cür mənfi təsir edir. Bu cür bəhanələr də tam başqa cürdür. Yəni, qiymətli qalxdı da vəssalam. Ehtiyac var, tələbat var, zərurət var, qalxır. Burada mus nəyə lazım? Yəni, mən cəmiyyətin, belə deyək də, nəbzini bilirəm, insanların psixologiyasını bilirəm. Bilirəm ki, bu ifadələr ümumiyyətlə cəmiyyətə pis təsir edir. Güya şəhərlərdə, yaxşı, taksiləri yığışdırdınız ki, tıxacdır. Düzmü? 40 min insanı çörəyva elədi. Nə oldu? Tıxac bir azda çoxaldı. Yəni, bu düzgün yanaşma deyil, əziz dostlar. Hər halda mütəxəssislər daha yaxşı rəy verərlər ki, kənd təsərrüfatı